Salam dəyərli dostlar, yaşıl üzlü testdən morfoloji təhlilin izahı ilə davam edirik. Birinci testə baxaq. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Bayram oldu, heç bilmirəm neyləyim. Bizim evdə axta zoğal da yoxdur. Uşaqlar içinə düşər gülüşmək. Sənin də acığın tutar ağlarsan. Deməli, nümunədə quruluşca yalnız sadə və mürəkkəb sözlər işlənibdir. Bayram oldu, burada müstəqil şəkildə var olmaq mənasını ifadə edəcəkdir. Müstəqil şəkildə olacaqdır. Burada da quruluşca mürəkkəb söz olmadığı üçün, ancaq quruluşca sadə olduğu üçün bir yanlış olacaqdır. Yerlik halda olan söz müstəqil cümlə üzvüdür. Burada bizim yoxdur, nə yoxdur? Zoğal, harada evdə, hansı evdə? Bizim evdə. İkinci tərəfdə mənsubə şəkilçisi düşdüyü üçün burada yerlik halda olan bizim əvəzi müstəqil cümlə üzvüdür. 2 doğrudur. Nümunədəki fe'lər məlum və birgəlik növdə işlənibdir. Deməli, düşər gülüşmək, gülüşmək birgəlik növdədir. Düşər məlum növdədir, acıq tutmaq məlum növdədir. Digərində isə hamısı deməli, bayram oldu, heç bilmirəm neyləm. Hamısı məlum növdə olduğu üçün 3 doğrudur. Deməli, burada birgəlik və məlum növdə işlənibdir. Fe'llər xəbər şəklindədir. Bu, hər ikisinə aid, hər ikisində xəbər şəklində olduğu üçün 4'ü götürə bilmərik. Nümunədə əsas niksələn yalnız əvəzli fe'l və isim işlənibdir. Əvəzli fe'l və isim işlənib. Baxaq görək bu niyə doğru olsun. Deməli, burada axta zoğal, axta sözü burada sifətdir. Ona görə əsas niksələn yalnız əvəzli fe'l və isim işlənən fikri yanlışdır. Deməli, birinci sualda testin doğru cavabı A variantı 2-3 olacaqdır. 2-dən davam edirik. Uyğunsuzluğu müəyyən etməliyik burada. Birinci misradakı mücərrəd isimlərdən birinin amonimi konkret isimdir. Bu nümunələrdən yalnız birinə aiddir. Burada şan sözüdür. Mücərrəd mənalı isimdir. Onun amonimi balın şanı mənasında, arının şanı mənasında konkretdir. Ona görə A variantı nümunələrdən yalnız birinə aid olacaq. A doğrudur. Bizdən uyğunsuzluq istəyir. Nümunədə əsas niksələrindən say və zərf işlənməyib. Nümunələrin hər ikisinə aiddir. Nümunələrin də say və zərf hər ikisi nümunədə yoxdur. Birinci nümunədə fe'l var, sonra şan isim var, şöhrət isim var. Deməli, məlul sözü sifət var, nədən sözü əvəzlik var. İkincidə də qəhrəman sifətdir, iki sifətdir, hörmət sözü isimdir, öz sözü əvəzlikdir. Olsa, gənc olsa burada mürəkkəb fe'ldir. Və deməli, B variantı doğrudur, ancaq say və zərf işlənmir hər iki nümunədə. Nümunədəki köməkçilik hissələri digər köməkçilik hissəsinə aid funksiya daşıyır. Nümunələrdən yalnız birinə aiddir. Burada fikir verirsə özü gənc olsa da burada ədaddır. Normalda ədad qüvvətləndirmə deməli, funksiyasını yerinə yetirir. Amma burada bağlayıcının funksiyasını yerinə yetiribdir. Yəni, cümlələri bir-birinə bağlayıbdır. Ona görə burada nümunədəki köməkçilik hissələrindən digər köməkçilik hissəsinin funksiyasını daşıyıb nümunələrdən birini ikinci nümunəyə aid olacaq. C doğru olacaqdır. Misraların yalnız birini əlamət və keyfiyyət bildirən əsas nitq hissəsi işlənib. Nümunələrin hər ikisinə aiddir. Deməli, burada ikinci misrada işlənibdir. Burada da birinci misrada işlənibdir. Ona görə D variantı da doğrudur. İsimə aid şəkilçi qəbul edilmiş sifətlərdən biri isimləşməyib. Burada məlulsan, necəsən isimləşməyib. Burada da qəhrəmandır, necədir isimləşməyib. Nümunələrdən hər ikisinə aiddir. Burada nümunələrdən yalnız birinə aid yazdığı üçün E variantı yanlış olacaq. 3-dən davam edirik. Səhərlərə məxsus olan nəsmində ara sıra yarpaqlar qımıldanır. Yaşıl yarpaqlar arasına sığınmış quşcuğazlar birgə ötüşürdü. Nümunəsinin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Fe'ldən düzələn fe'llərdən birinin kökü də başlanğıc formasında amonimdir. Bu fikir deməli, baxaq, sığınmışdır. Ötüşürdü sözünə aid olacaqdır. Burada həm kökü quş ötür, bir də kimisi ötmək mənasında, ötüşmək mənasında da uşaqlar bir-birinə ötüşür, bir də quşlar ötüşür mənasında. Həm kökü, həm də başlanğıc forması bir-birinə deməli, amonim xarakteri daşıyacaqdır. Ona görə bu fikir doğrudur. Leksik mənası olmayan söz işlənməyibdir. Burada köməkçilik hissəsi yoxdur. B bəndi doğrudur.
Fe'li sifət tərkib əmələ gətirmişdi. Səhərlərə məxsus olan C variantı doğrudur. Təsriflənməyən fe'lərin hamısı məlum növdədir. Təsriflənməyən fe'lərin, sığınmış sözü burada deyir, yaşıl yarpaqlar arasında sığınmış. Qımıldanır yaşıl yarpaqlar. Səhərlərə məxsus olan Nəsimdən ara sıra yarpaqlar qımıldanır. Yaşıl yarpaqlar arasında sığınmış quşcuğazlar. Sığınmaq sözü burada qayıdış növdədir. Ona görə D variantı yanlışdır. Hamısı məlum növdə deyil. Devslə yazılan mürəkkəb sözün amonimi olmasa da sinonimi mövcuddur. Devslə ara sıra sözünün sinonimi var hərdən. Amma amonimli yoxdur. E variantı da doğrudur. Ona görə testin doğru cavabı ola bilməz. 4 ilə davam edirik. Bu tipli klasterləri test çox eləyirik. Demək olar ki, bizim də bütün bölmələrdə ən azı bir dənə var. İndi baxaq burada A variantını götürsək əgər, birə A yazsaq, D-də deyir ki, fərqləndirilmiş sözdə 2 söz düzəldici şəkilçi işlənibdir. Yoldan yoluxmaq, yolxucu. Birə A yazanda D variantı doğrudur. E-də deyir ki, morfoloji yolla yaranan əsas niksələrindən yalnız əvəzliyə aid nümunəyə rast gəlinmir. Baxaq, morfoloji yolla yaranma düzəltmə deməkdir. Həkim üzü görməyən tip xidmətlərinin nə olduğunu bilməyən bu yerlərdə yolxucu xəstəlik böyük surətlə yayılıb çoxlu qurbanlar aparırdı. Deməli, burada E-də deyir ki, morfoloji yolla yaranan əsas niksələrindən yalnız əvəzliyə aid nümunəyə rast gəlinmir. Biz yolxucu sözü sifət gördük, isim gördük, zərf gördük, fe'l gördük, say gördük. Ona görə E variantı doğrudur. Bir A olanda D doğrudur. A variantı testin doğrudur. D-yə baxsaq, bir A olsa D doğrudur. G-yə baxaq. G-də deyir ki, bir-birlə sinonim olan fe'lərə rast gəlmək olar. Bu cümlədə bir-birinə sinonim olan fe'lər yoxdur. Ona görə 1A olanda G variantı doğru olmaz. 1A olanda deməli D doğru idi. C-yə baxaq. İsmin bütün hallarına aid söz işlənibdir. Nə olduğunu bilməyən bu yerlərdə yolxucu xəstəlik sözü. Burada məsələn çıxışlıq hala aid nümunə yoxdur. Ona görə 1A olanda C variantı olmaz. 1B olanda ismin bütün hallarına aid söz işlənibdir. C-yə baxsaq, yaşıl otlar Nazlının nəzərində böyüyür. Hərəsi bir adam kimi onu qorxudurdu. Əcayib indənsə vəhşi heyvanlar şəklində görünür və vahimi. Burada da çıxışlıq hal görmədim. 1B olanda C variantı olmaz. 1B olanda D-yə baxaq. Fərqləndirilmiş sözdə 2 söz düzəldici şəkilçi var. Qorxmaqdan, burada qorxmaqdan qorxudurdu. Qorxmaqdan qorxu ola bilməz. Çünki qorxudan qorxutmaq fe'li düzəlməyəcək. Ona görə 1B olanda D variantı yanlışdır. Bütün halları testin doğru cavabı A bəndidir. Cədvələ əsasən doğru fikri müəyyən edin. Ey günəş üzlü yar, günəşdən qabaq, yoluma nur çilə, gəl səhər-səhər. Birinci misrada bəzi sözlər amonim xüsusiyyətinə malikdir. Üzlü sözüdür, yar sözüdür, qabaq sözüdür. Burada amonim xüsusiyyətinə malikdir. Bir doğrudur. Sözlərdən biri ilkin mənadan uzaqlaşanda mənfi məna ifadə edir. Ey günəş üzlü yar, burada üzlü sözü müsbət məna ifadə edir. Amma deyirsən ki, o çox üzlü insandır. Məcazləşdikdə, ilkin mənadan uzaqlaşdıqda mənfi mənada ifadə edə bilər. 2 doğrudur. Yanlışa baxırıq. Yalnız qrammatik mənası olan 3 fərqli nitq hissəsi işlənibdir. Burada ey qoşması, qabaq, ey nidası, qabaq qoşması, gəl ədatı var. Ona görə 3 doğrudur, yanlışın altından götürülə bilməz. İkinci misradakı isimlər fərqli hallarda işlənib. Yoluma, nur. Yoluma yönlük, nur isə təsirlik haldadır. 4 də doğrudur, yanlışın altından götürülə bilməz. A bəndi doğrudur. Nümunə ilə bağlı yanlış cavabı müəyyənləşdirin. Cümlədə heç bir suala cavab verməyən cümlə üzvü iştirak edibdir. Burada kim sözə heç bir suala cavab verməyən cümlə üzvüdür. A-nı yanlış cavab kimi götürə bilmərik. Xəbərlər məlum növdə olan sadə fe'llərlə ifadə olunubdur. Dedilər doğrudur. B bəndinə götürə bilmərik. C-yə baxırıq. Bütün niksələrinə aid nümunə iştirak etməyibdir. Dəhanın, Dilbərin çeşmə heyvan dedilər. Kim inanır bu sözə?
Dilbərin sözü göz-gözə böhtan dedilər. Burada məsələn say yoxdur, sifət görmədim. Ona görə C də doğrudur. Mücərrəd mənalı sadə isimlərdən biri adlı haldadır. Burada adlı halda olan mücərrəd mənalı sadə isim yoxdur. Böhtan sözdə qeyri-müəyyən təsirlik haldadır. Başqa sözə yönlük haldadır. Ona görə D variantı yanlış olacaqdır. Cümlə üzvlərindən ikisi mürəkkəb sözlə ifadə olunubdur. Çeşməyə heyvan, göz-gözə sözləri mürəkkəb sözlər olduğu üçün E variantı doğrudur. Aşağıdakı suallardan hansına təsdiq ədatı ilə cavab vermək olar? Yəni, bəli cavabını verə bilərik. Əvəzlik bütün hissələrini əvəz edir. Bəli deyə bilməyik, çünki əsas hissələrini əvəz edir, köməkçiləri etmir. Təsiri hal ayrılıqda ancaq tamamlıq olur. Deməli, təsirli hal ayrılıqda ancaq tamamlıq olmur. B bəndi səhvdir. Təsirli hal bəzən zaman məzmunlu sözlərlə qoşulduqda zaman zərfliyi də olur. Məsələn, gecəni yatmadım. Feilin yalnız bir qrammatik məlum növü adlardan yarana bilir. Bəli, ancaq məlum növü adlardan yaranır. C bəndinin bəli təsdiq ədatı ilə cavab verə bildik. Sözdə leksik şəkilçi varsa, söz mütləq morfoloji yolla yaranıbdır. Bəli deyə bilməyik, çünki açıq ürəklidə iki leksik şəkilçi var, amma sintaktik yolla yaranıb. Cümlədə birinci növ təyin söz birləşməsi varsa, mütləq təyin var. Bəlkə o parçalanmır, ona da bəli cavabını verə bilmərik. 8-dən davam edirik. Nümunə haqqında yanlış fikri müəyyən edin. Deməli, qoşmanın 3 fərqli məna növü işlənibdir. Bəri qoşması burada zaman məzmununu ifadə edir. 3-cü səbəb, qədər isə məsafə məzmununu ifadə edir. A variantı doğrudur 8-ci testdə. Deməli, şəxs əvəzlərinin hamısı müstəqil cümlə üzvü kimi işlənməyibdir. Mənim eşqim. 3-cü növ təyin söz birləşməsidir. Mənimin burada müstəqil şəkildə cümlə üzvü olmasına şansı yoxdur. Ona görə B də doğrudur. Nümunədə zərfin və xüsusiyyətini daşıyan təslim feili işlənib. Zərfin xüsusiyyətini daşıyan feili bağlamadır. Burada gələndən sonra isimləşən feili sifətdir. Ona görə feili bağlama olmadığı üçün C variantı yanlışdır. İsimin bütün hallarına aid nümunə işlənməyibdir. Çıxışlıq halı var. Məncə burada yerlik halı, məsələn mən burada məndən yerlik halda olan nümunə məsələn yoxdur. Ona görə D bəndə doğrudur götürə bilmərik. Nümunədəki təsriflənən feillər məlum növdə quruluşca sadə və mürəkkəbdir. Çıraq olasan, uzaq olasan, deməli təsriflənən feillərdən söhbət gedir. Düşündüm. Deməli hamısı məlum növdə quruluşca sadə və mürəkkəbdir. Ona görə E variantı yanlış cavab ola bilməz. Ona görə testin doğru cavab kimi götürmürük onu. Hansı cümlədə iki fərqli nitq hissəsi kimi düşünə bilən söz yoxdur? Qəhrəman igidləri salamladı. Qəhrəman igidlər, necə igidlər? Sifət kimi düşünə bilərik. Bir də insan adı kimi, isim kimi düşünə bilərik. Mahir belə çıxışları xoşlamırdı. Mahir insan adı kimi daha çox hazır cavablığa tökür. Mahir belə çıxışları xoşlamırdı. Mahir belə çıxışları xoşlamırdı. Belə həm ədat, həm də əvəzlik kimi düşünülə bilər burada. Qazmaq istədiyi üçün bibisigilə tez getdi. Yəni yer qazmağı istəyirdi o. İstəyir ki, gedib orada yeri qazsın. Onun altında, məsələn, torpağın altında küp var. Bir də aşın qazmağını həmişə tez yeyirdilər. O bibisigilə tez getdi ki, aş çəkilən kimi qazmağını yesin. Elmir onu yaxşı tanıyırdı, ancaq o bu işin öhdəsindən gələ bildi. Elmir onu çox yaxşı tanıyırdı, yəni fərsin biri idi. Amma ancaq o bu işin öhdəsindən gələ bildi. Bir də Elmir onu yaxşı tanıyırdı, ancaq o bu işin, yalnız o bu işin öhdəsindən gələ biləcək. Ancaq da biz ikinci hissəsi kimi düşündük. Burada polad qapılarda adətən yoldaşlarımız polad sözünü götürür. Amma polad sözü burada təyin kimi işlənsə də, yəni təyin edici söz kimi işlənsə də, təyin kimi işlənə bilmir, çünki tərkibin daxilində gedəcəkdir. Və yaxud da insan adı kimi də işlənsə də hər iki halda isim olacaqdır. Ona görə B variantını biz doğru cavab kimi götürəcəyik. Uyğunsuzluğu müəyyən edin. Atılmaq qayıdış məhcul növdədir. Bu doğrudur. Zibil atıldı. Uşaq deməli hardansa deməli atıldı və yaxud da qarğıdallar atıldı, düşdü. Baxmaq sözü əmr və arzu şəklində aq əmr və arzu şəklində düşünülür, düzdür. Sulanmaq sözü lam bir yerdə olanda məlum növdədir. La üstə gəlsin nə olduqda məhcul növdədir. C düzdür. Dalaşmaq məlum və qarşılıq növdədir. Deməli, daşlaşmaq daha doğrusu.
bir yerdə götürücü möhkəmlənmək mənasını ifadə edəcək. La üstə gəlsin şir formasında bir yerdə götürəndə məlum, la üstə gəlsin şir formasında qarşılıq növdə olacaqdır. Uçurum sözü xəbər şəklində işlənə bilmir. Uçmaqdan uçur, uçurmaq, uçurum. Bu formada əmr şəklində olacaqdır və yaxud da uçurum isim kimi işlənəcəkdir. Xəbər şəklində işlənməsi üçün uçuram am olmalıdır burada şəkilçə. Olduqda biz bilirik ki, əmr şəklində şəxs şəkilçiləri fərqlidir. Bu bütün hallarda əmr olacaqdır. Ona görə E bəndi uyğunsuzdur. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Aha. Təsvirlənməyən feil isim xüsusiyyətini qəbul edibdir. Mənim xəyalım deməli dağları aşır, qəlbimi şeirə verəndən bəri, bəli. İsim xüsusiyyətini daşıyıbdır. Çıxışlı hal şəkilçisi qəbul edibdir. A variantı doğrudur, götürə bilmərik. Yalnız qrammatik mənası olan sözlərdən biri zaman zərfi ilə amonimdir. Burada bəri sözü zaman məzmunu bildirən qoşmadır, amma yer zərfi ilə amonimli təşkil edir. Ona görə B yanlışdır. Feillərdən biri xəbər şəklində məlum növdədir. Mənim də xəyalım dağları aşır. Aşır sözü məlum növdə və xəbər şəklindədir. Ona görə C bəndi götürə bilməliyik. Birinci misrada kökü isimlə amonim olan söz işlənmişdir. Dağlar sözündə dağ sözü deməli dağları aşır. Aha, burada isimdir, bunu götürmürük. Aşır sözündə aş sözü isimlə, aşmaq feili isimlə amonimdir. D-ni götürə bilməliyik. Çünki doğrudur. Həm hal, həm mənsub şəkilçi qəbul etmiş söz iştirak edibdir. Şeirimə həm hal, həm mənsub şəkilçi qəbul edib E-ni də götürə bilmərik. 12-ci testdən davam edirik. Səncə oxumasam universitetə qəbul ola bilərəm cümləsində altından xətt çəkilmiş sözlə bağlı düzgün fikirləri müəyyən edin. Kök və leksik şəkilçisindən ibarətdir. Səncə cacə leksik şəkilçi deyil, burada bir yanlışdır. İndiki halda sən qədər, sən əvəzlikdir, cacə də burada qoşmadır. Özündən sonra vergül qoyularsa danışan ifadə etdiyi fikri münasibət, yəni modal söz ola bilər, doğrudur. Cümlə özü kimi nə qədər sualına cavab verir, səncə oxusam, nə qədər oxusam, 3 də doğrudur. C hissəciyi ilə ilə əvəz edildi, cümlənin mənası dəyişməz, sənlə oxusam, məna dəyişəcək, burada 4 yanlışdır. Vurğu sonuncu hecaya düşür. Ondan sonra vergül qoyulasa birinci hecaya düşəcəkdir. Bu yanlışdır. Qoşma kimi işləndikdə cacə vurğu qəbul etmir. Ona görə vurğu deməli birinci hecaya düşəcəkdir. 5-i də doğru cavab kimi götürə bilmərik. Testin doğru cavabı C bəndi. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Çəkişmə el oğlu çəkişmə bəsdir. Ən kiçik günah da acı gülüşdür. Şir qalxıb pələngin yolunu kəsdi. Arada payları türküyə düşdü. 13-də A bəndədir. Nümunədəki sifətlərin hamısı adi dərəcədə deyil. Ən kiçik burada çoxaltma dərəcəsində A bəndi doğrudur. Adlı halda işlənən isimlərin hamısı sintaktik vəzifə daşımır. Burada adətən xitabı götürürlər. Uşaqlar ki, sintaktik vəzifə daşımır. Ümumiyyətlə söz cümlədə işlənibsə, o mütləq hər hansı bir sintaktik vəzifəsi olacaq. Xitabın da müraciət olan şəxsi və əşyanı bildirir. Onun sintaktik vəzifəsi var. Elə bir adlı halda isim olmadığı üçün B bəndi yanlışdır. Nümunənin 3-cü misrada cümlə üzvlərinin hamısı quruluşca sadədir. Pələngin yolunu kəsdi. Necə qalxıb nəşir? C də doğrudur. Nümunədə leksik, yəni frazoloji birləşmədir. Feil zərfdir. Deməli zərflikdir. Feil bağlama ilə ifadə olunub, bir də mübtəda. Nümunədə leksik mənası olmayan sözlərdən yalnız ədəd və bağlayıcı işlənibdir. Ədəd var, ən kiçik günah da, daha da bağlayıcı D də doğrudur. Nümunədə həm zərfin, həm də feilin xüsusiyyətlərini daşıyan söz işlənib. Zərfin və feilin xüsusiyyətlərini daşıyan söz feili bağlamadır. Orada da qalxıb sözü var. E bəndi də doğrudur. Aha. Davam edək növbəti testdən 14-cü testdə çox maraqlı bir cədvəldir. Adətən bunu yoldaşlarımız əksəriyyəti yanlış yazır, səhv yazır. Yanlış səhv yazmamaq üçün diqqətli olmaq lazımdır. Baxaq birə. Fikir verin, burada şirələnib sözünə baxırıq. Bir də bəlkə edildi sözünə baxırıq. Şirələnibdə şirədən, şirələmək, şirələnib bu formada. Quruluşcu düzəltmə feildir, bu düzdür. Bir də meyvə şirələnibdə ləni bir yerdə götürə bilərik biz burada. Bu formada quruluşcu düzəltmə feildir, bu düzdür. Deməli, bura düz fikirdir. Bəlkə edildi sözündə bərkdən
bərkitmək, bərkidildi. Bu formada deyir. Tərkibində 2 leksik şəkilçi işlənmiş təsriflənən feildir. Üzr istəyirəm, burada səhv elədik təhlili. Bərkdən bərkimək, bərkitmək, bərkidildi. Tərkibində 2 leksik şəkilçi işlənmiş təsriflənən feildir. Deməli, bu fikirdə yanlışdır. Deməli, fikrin cədvəlin sağ tərəfinə biz doğru fikir tapmalıyıq. Cədvəlin sol tərəfinə biz yanlış fikri tapmalıyıq. İndi bir də deyək ki, həm təsvir, həm təsvirlənməyən feil kimi düşünmək olar. Bu doğru olduğu üçün həm feili bağlama, həm də zaman şəkilçisi feil kimi düşünə bilərik. Bu doğru olduğu üçün A-nı götürmürük. Bizə birinci tərəfdə yanlış fikir lazımdır. Təhlilin yalnız bir cür düşünmək mümkündür. Bu yanlışdır, bir cür düşünmürük. Şəkilçilərin hər hansı birini çıxarsa, feilin qurucu növü dəyişməz. Deməli, təhlilini yalnız bir cür düşünmək mümkündür. Bu fikir yanlışdır. Şəkilçilərin hər hansı birini çıxarsa, feilin qurucu növü dəyişməz. Deməli, bu fikir birincidə yanlışdır. 2 cür düşündük biz bunun təhlilini. İkinciyə isə doğru olduğu üçün B bəndini götürdük. C-yə baxırıq. Tərkibində leksik şəkilçi ilə qrammatik şəkilçilərin sayı eyni düşünmək olar. Deməli, ləni bir yerdə götürdükdə bu doğru olacaqdır. Eyni düşünmək olar deyir. Şirə, lən, ip bu formada götürsək, ləni bir yerdə götürür. Meyvə şirələndikdə lən bir yerdə olur. Amma şirə şirələmək mənasında, yəni divar şirələndikdə orada lə üstə gəlsə nə olacaq? Bu doğru olduğu üçün C-ni götürmürük. Feilin yalnız bir qrammatik məna növündə düşünmək olar. Şirələnib həm məhsul növdə, həm məlum növdə düşünülür. Ona görə D-ni də deməli düşünmək olar. Bu fikir yanlışdır. 2 məna növünü düşünmək olar. Kökü ilə başlanğıc forması eyni hissəsinə aiddir. Kökü bərk sifətidir. Amma başlanğıc forması bərkilməkdir. Bu ikinciyə bizə doğru fikir lazımdır. Ona görə D-ni götürmürük. Feilin 2 fərqli qrammatik məna növünü düşünmək olar. Bu doğrudur. Bizə yanlış fikir lazım olduğu üçün E-ni də götürmürük. Demək, testin doğru cavabı bütün hallarda B bəndi. Davam edirik 15-ci sualla. Deməli, doğru, yanlış və ehtimalda uyğunsuz fikirləri müəyyən etməliyik biz. Uyğunsuzluğu aradan qaldırmaq üçün fikirlərin yerini dəyişmək lazımdır. Deməli, baxaq. Qazmaq 2 fərqli nitq hissəsi kimi düşünülə bilər. Bir isim kimi düşünə bilər, bir feil kimi. Deməli, bir doğrudur, onun yerini dəyişməyə ehtiyac yoxdur. Yazarlar formasında sözün yazılışını 2 cür düşünmək olar. Bu fikir yanlışdır. Çünki yazarlar formasında olacaq feil kimi düşünsək, isim kimi olacaq, amma yazarlar ancaq bu formada isim kimi düşünülə bilər. Əsasən düzəltmə sifətlər dərəcə əlaməti qəbul edir. Əsasən sadə sifətlərdir bu. 2 yanlışdır. Təsirli kağıda olan işlənən sifətlər cümlə üzvü olaraq tamamlıq olur. Təsirli kağıda olan sifətlər cümlə üzvü olaraq tamamlıq olur. Bu fikir doğrudur. Deməli, biz 5 ilə 4-ün yerini dəyişməliyik ki, uyğunluq deməli bərpa olunsun, uyğunsuzluq aradan qalsın. Deməli, 4-5 C bəndidir. Quruluşda düzəltmə olan feillərin yarandığı nitq hissəsi feil olmaya bilər. Quruluşda düzəltmə olan feillərin yarandığı nitq hissəsi feil, bu ehtimaldır. Bəli, feildən yarana da bilər, yaranmaya da bilər. Cümlədə sıra sayı işlənibsə, quruluşda düzəltmə olmaya da bilər. Deməli, bu da ehtimaldır, mürəkkəb ola bilər. Ona görə deməli 3 ilə 6-nı götürmürük. Doğru cavab 4-5 olacaq. Hansı variantda nöqtələrin yerinə əvəzlikdən düzələn sifət yazmaq olar? Bir işi görüb götürmək, öyrənmək, özünü alışdırmaq, mənimsəməkdir bu. Əvəzlikdən düzəldi bu. A-nı götürə bilmərik. Bir şəxsin öz varlığı, öz halı, bu özəl olacaqdır. Artıq bu öz əvəzliyindən düzəlmiş özəl sifət olacaq. B-ni doğru cavab kimi götürdük. S öz hesabına, üzr istəyirəm burada. Özəl deyil. Deməli, bir şəxsin öz varlığı, öz halı, kimlikdir bu. Kimlikdir, üzrlə hesab edin. Öz hesabına maliyyələşən, budur özəl. Özəl, artıq bu öz sifət əvəzliyindən düzəlmiş özəl sifət olacaq. C-ni götürəcək. Həmişə deyil, bəzən ara bir hərdən əvəzlikdən düzəlibdir, amma bu zərfdir. Xeyli zaman bundan əvvəl çoxdan söz olacaqdır. Saydan düzəlmiş zərfdir. Ona görə D-də doğru cavab kimi ola bilməz. 17-dən davam edirik.
Cədvələ əsasən doğru fikirləri müəyyən eləyin. Hər iki cümləyə aiddir, yalnız bir cümləyə aiddir, heç birinə aid deyil. Deməli, yiyəlik halda işlənən sözlər müstəqil cümlə üzvü deyil. Burada bizim sözü, ondan sonra mənsubiyə şəkilçili söz düşdüyü üçün müstəqil cümlə və yaxud da sizin sözü müstəqil cümlə şəklində, üzvü şəklində işlənəcəkdir. Ona görə bir yanlışdır. Deməli, hər ikisinə aiddir. Qara hərflə verilən söz nə sualına cavab verir? Su axırdı, su bizim bağa su axıdır, açdığın dərə suyu. Qeyri-müəyyən təsir iki haldadır. Nə sualındadır? Saray sualı nə sualına cavab verir? 4 doğru cavab kimi götürdük. Deməli, 2-yə baxırıq. Təsvirlənən feillərin hamısı məlum növdədir. Bu birinci nümunəyə aid olacaqdır. Açdığın bərə bu təsvirlənən feil deyil. Bunu götürmürük. Deməli, bizim bağça su axıdır sözü olacaqdır. Düşəcək sözü olacaqdır. Ona görə 2-ni yalnız birinə aid kimi götürəcəyik. Çünki burada deməli, vətənin göyləri göllərdən durudur, qurulur. Qoynunda səadətin sarayları qurulur. Qurulur sözü burada məlum növdə deyil. Təsirli məhsul növdədir. İsimlərin hamısı cümlə üzrün ifadə vasitəsidir. O da birinci cümləyə aiddir. A nümunəsinə aiddir. İkinci cümlədə vətənin gölləri. Bu göyləri burada ikisi də söz birləşməsinin tərəfləri olduğu üçün yanlışdır. Heç birinə aid deyil. Mənsubiyə şəkilçi qəbul etdiyi üçün saytını itirən isim var. Qoynunda sözü var. Ona görə 3-ü biz deməli, doğru cavab kimi götürə bilmərik. Say və zərfdən başqa digər əsas diksiyələrinə aid nümunələr var. Birinci nümunədə bizim bağça su axıdır, açdığın bərə. Bizim burada sifət yoxdur. Say, zərf, həm də sifət. İkincidə də əvəzlik yoxdur. Ona görə 6 heç birinə aid deyil. Testin doğru cavabı 2, 4, 5, 6 D bəndi olacaqdır. 18-dən davam edirik. Bir gün Məşədiyə dedim ki, mən də gələn ayın 1-ci cümə axşamı qovurmalı aş yeməyə gələcəm. Nümunəsi ilə bağlı yanlış fikri müəyyənləşdirin. Nümunədə əsas diksiyələrindən hər birinə aid söz işlənibdir. Bir gün zərfdir, Məşədi isimli, dedim feildir, 3 oldu, mən əvəzlikdir, 4. Birinci saydı 5, qovurmalı da sifətdir, 6. Deməli, A bəndi doğrudur. Altından xətt çəkilmiş sözü 2 fərqli nitq hissəsi kimi düşmək olar. B bəndi yanlışdır. Qovurmalı sözü bu cümlə daxilində qovurmaqdan qovurma, sifətdən, isimdən düzəlmiş sifət kimi işlənəcəkdir. Onu feili sifət kimi düşünə bilmərik. Qovurmalı və yaxud da dondurmalı bu sözlər sifətdən düzələn, isimdən düzələn sifətdir. Ona görə B variantı burada yanlışdır. Ardıcılıqla yönlük, yiyəlik, adlıq təsiri əldə olan isimlər işlənibdir. Məşədiyə yönlükdür. Ayın yiyəlikdir. Cümə yiyəlikdir. Axşamı deməli adlıqdır. Yeməyə deməli aş adlıqdır. Deməli, aş adlıqdır. Nəyə ötürdüm? Aşı, daha doğrusu təsirlikdir. Deməli, nə oldu? Yönlük, yiyəlik, adlıq, təsirlik, C bəndi doğrudur. Təsriflənməyən feillərdən feili sifət tərkib əmrə gətirməyibdir. Gələn ayın, mən, gələn sözü burada özünə əvvəlki sözü özünə tabi eləyə bilməyib, D bəndi doğrudur. Cümlədə adlı halda olmayıb, nə sualına cavab verin, isimdə işlənibdir. Məsələn, aş sözü adlı halda deyil, amma nə sualına cavab verib, qeyri-müəyyən təsirli halda olduğu üçün E bəndi də doğrudur. 19-dan davam edirik. Nümunə ilə bağlı yanlış fikri müəyyən eləyin 19-cu testdə. Baxaq, təsriflənməyən feillərin hamısı tərkib əmrə gətirmir. İnsanoğlu yarandığı vətəndən kam alar. Kim? İnsanoğlu. Yarandığı sözü burada tərkib əmrə gətirməyibdir. A variantı doğrudur. Fərqləndirilən ifadə feili sifət şəkilçisi ilə işlənsə, feili xəbərin ifadə vasitəsi olacaqdır. Feili sifət şəkilçisi ilə işlənsə, feili sifət heç vaxt feili xəbərin ifadə vasitəsi ola bilməz. Ona görə B bəndi yanlışdır. Həm hal, həm mənsubiyə şəkilçi qəbul etdikdə saytını itirən isim işlənibdir. Deməli,
burada hansı söz həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etdikdə ömür sözüdür bu. Ona görə C bəndini götürmürük. Hər iki misrada nə sualına cavab verən isimlərin halı fərqlidir. İnsan sözü nə sualına cavab verib qeyri-müəyyən. Deməli, yəlik haldadır. Deməli, ömür gəlib, yaşa dolar, düz ilqarı görəndə ömür adlı haldadır. Nə sualına cavab verib. Ona görə D bəndi doğrudur. Təsvirlənən feillər xəbər şəklində məlum növdədir. Kamalar, yaşa dolar, bu da xəbər şəklində məlum növdə olduğu üçün E bəndində doğru cavab kimi götürə bilmərik. 20 ilə davam edirik. 20 ilə davam edirik. Doğru və yanlış. Doğrunun altından doğru, yanlışın altından yanlış. Burada isə A-ya görə doğru, B-yə görə yanlışı seçməliyik. Nümunədə quruluş cəmi sadə, həm də düzəltmə sifətlər dərəcə əlaməti qəbul edə bilir. Əjdərin arvadı qanlı, ən qanlı qəbul edə bilir. Yaş götdü, xırda, xırdaca. Deməli, bir doğrudur. Sifətlər, isimlərin birinin halını dəqiq söyləmək olmur. Bu yanlışdır, elə bir isim yoxdur. Burada təsriflənməyən feillər tərkib əmrə gətirməyib məlum növdədir. Əsən susurdu, nə külək, hansı külək əsən? Burada susurdu, axan, axan sözdə. Deməli, tərkib əmrə gətirə bilməyib məlum növdədir. 3 doğru olduğu üçün yanlışın altına götürə bilmirik. Nümunədə məhdudlaşdırıcı ədadın amonimi işlənibdir. Bu yanlışdır, çünki burada ancaq sözü elə məhdudlaşdırıcı ədad kimi işlənibdir. Yanlışın altından doğru cavabdır. Əsas diksiyələrlə 3 işlənibdir. Əjdər isimli 1, qanlı sifət 2, tökdü 3, xırda uşaqların boynunu bükdü. Susurdu feil, külək isim 2, axan bulaq, qəlbimin səsini eşidirdi. Susurdu, qəlbimin səsini eşidirdi. Eşidirdi o. Bu hər ikisinə aid doğru cavab olduğu üçün 5-i doğru cavab kimi götürmürük. Bizə A-ya əsasın doğru, B-yə əsasın yanlış olmalıdır. 1-4 A bəndi testinin doğru cavabıdır. Əvəzlərdən biri hər iki şərti ödəyir. Özündən sonra vergül işlənə bilər. Həm mübtəda, həm təyin kimi düşünə bilər. O kitaba baxanlar bəyənmişdi. Nə etmişdi? Bəyənmişdi. Kim o? Amma bu təyin kimi işlənə bilməyəcək. Bəyənmişdi nə zaman? O kitaba baxanda. Artıq burada oradan təyin kimi işlənə bilmir, bütövlükdə zəiflik edəcək. Ya mübtəda, ya da tərkibin daxilində gedir. Bu evə gələndə ərzaq da almışdı. Nə zaman? Bu evə gələndə. Təyin ola bilmir burada da. O, buralara hələ yeni gəlib, tanımır. Tanımır kim o. Burada da təyin mövqeyinə çıxış edə bilmir. Bu şəhərin mənzərəsini görmək istəyir. Görmək istəyir. Nəyi? Şəhərin mənzərəsini. Kim bu? Burada vergül qoyulacaqdır. Bir də belə düşə bilər ki, bu şəhərin mənzərəsini görmək istəyir. Nəyi? Şəhərin mənzərəsi. Hansı şəhərin? Bu şəhərin. Həm təyini olur, ondan sonra vergül olmur. Həm mübtəda olur, ondan sonra vergül olacaq. D bəndi doğrudur. Bu dəftəri açanda burada da təyin ola bilməyəcək. E variantı yanlışdır. Nümunənin morfoloji təhlilə bağlı yanlış fikri müəyyənləşdirək. İsimlərdən ikisi yəlik haldadır. Ayağımın altında titrəməsin yer. Günəş işığını məndən kəsməsin. Kəsməsin nə? Günəş. Burada A variantı yanlışdır. Çünki yalnız bir dənə söz yəlik haldadır. Günəş sözü burada adlı halda mübtəda mövqeyindədir. Adlı halda işlənmiş iki isim var. Günəş sözüdür. Bir də yer sözüdür. Deməli, B bəndi doğrudur. Yeli ha şəkilçili söz mənsubiyyə şəkilçisi də qəbul edibdir. Altında sözü düzdür. Təsvirlənən feillər eyni şəkildədir. Deməli, hər ikisi titrəməsin əmr şəklində D bəndi düzdür. Fərqlənən sözdəki mənsubiyyə şəkilçisinin aid olduğu şəxs dəqiqdir. Günəş işığını məndən kəsməsin. Bəli, üçüncü şəxsin mənsubiyyə şəkilçisidir. Ona görə E variantı yanlışdır. Doğrudur. Yanlış cavab kimi götürə bilmərik. 23 ilə davam eləyək. Yaxşı gündə düşmən gələr, dost olar. İgid odur, yaman gündə tanınır. Nümunədə leksik təhlilə bağlı yanlışı tapmalıyıq. Birinci misrada antonim sözlər işlənibdir. Burada düşmən və dost olmaq ayrı-ayrı hissəsində antonim ola bilməz. Fərqləndirilən söz amonim kimi işlənə bilər. Gündə sözü burada bu formada təhlil olunur. Onun başlanğıc forması gündür. Gün sözü də günəş mənasında və birinci, ikinci gün mənasında amonimdir. B bəndində yanlış götürə bilmərik. Hər iki misrada mənası ömür, yaşayış, güzəran olan söz işlənibdir.
Burada gündə, digərində də gündə var. Deməli, C də doğrudur. İkinci misrada sözlərin üçü amonimdir. Odur amonimdir. Bir, əvəzlik, şəxs əvəzlik və işarə əvəzliyi kimi. Yaman sözü yaxşı və pis mənasında amonimdir. Gün sözünün dediyi amonimliyini, dayanmaq sözü də dayaq olmaq mənasında, bir də oğlan dayandı, getdiyi yerdə dayanmaq mənasında 4 söz burada amonimliyi var. Ona görə D bəndi yanlış olacaqdır. Yalnız qrammatik məna daşıyan söz işlənməyibdir. Yəni burada köməkçi hissəsi yoxdur. E bəndi doğrudur. Hansı cümlədə fikrin ifadə olunmasına reallıq özünü göstərmir, şübhəli özünü göstərir? Burada B bəndi olacaq. O elə zənn edirdi ki, Əşrəf Qoridən qayıdandan sonra yenə də evdə qalmaqal olacaqdır. Burada reallıq yox, şübhə var. Elə zənn eləyir də, düşünür, fikirləşir. Ona görə B bəndi testin doğru cavabdır. Qalanlarında deməli reallıq olacaqdır. Aşağıdakı verilən sözlərdən neçəsini həm cümlədə xəbərin ifadə vəsitəsi olmaması, həm də qoşma ilə işlənə bilməməsi dəqiqdir. Yəni, təsirli kağıdı olan sözü biz müəyyənləşdirməliyik. Nağlı sözünü mənsubə şəkilçiliyi, taxılı sözünü, paxılı sözü mənsubə şəkilçisi kimi düşünə bilərik. Beyni sözünü dəqiq şəkildə təsirli yal düşünürük. Sinifini bilmirik, mənsubiyyətlə düşünə bilərik. Oğlu sözünü düşünə bilərik. Deməli, təsirli halda çünki ğın alınmasına ki, o düşməyib. Çiyini mənsubiyyətdir. Zehnini dəqiq deyə bilmirik, mənsubiyyətdir, təsirlikdir. Cismini də dəqiq deyə bilmirik. Bu da yanlışdır. Burunu sözündə düşməyibsə, bu bədən üzvü olan burunlar düşməyibsə, deməli, o burada təsirlikdir. 3 söz doğru cavab A bənd. Sonra 26-cı testlə davam edirik. Deyir, düzəldilənlərdəndir. Yazıla bilir, yazıla bilməzi müəyyənləşdirməli 26-da. Aid olduğu ismin halı cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirə bilməz. Aid olduğu ismin halı burada düzəldiləndəndir. Haqqında danışılan şəxsi və əşyanı bildirə bilməz. Yazıla bilər. Tərkibindəki şəkilçilərdən yalnız biri feildən feil əmələ gətirə bilən leksik şəkilçidir. Düzəlməkdən düzəltmək, düzəldil. Bu yazıla bilməz. Çünki biri yox, ikisi burada feildən feil düzəltmiş olacaqdır. Deməli, aid olduğu ismin halı cümlədə haqqında danışılan şəxsi və əşyanı bildirə bilməz. Burada A bəndi yazıla bilər. Həqiqətən də burada çıxışlı hal deməli, mübtəda mövqeyində çıxış eləyə bilmir. Tərkibindəki şəkildən yalnız biri feildən feil əmələ gətirə bilən. Bu səhvdir, çünki həm burada T, həm də I şəkilçisi feildən feil düzəldir. A variantı doğrudur. Əvvəlinə burada gördüklərim dünən Əli tərəfindən sözləri artısa cümlədə zəiflik və tamamlıq işlənəcəkdir. Burada gördüklərim dünən Əli tərəfindən düzəldilənlərdir. Deməli, burada hamısı bir yerdə burada xəbər olacaqdır. Ona yazıla bilərin altına yazıla bilməz bu. Ona görə A bəndini götürmürük. Çünki bu feili sifətdir, tərkib əmələ gətirəcəkdir. Məhcur növdə olan bu feilin əvvəlində subyekt bərpa edilə bilməz. Bu da yanlışdır. Subyekt bərpa edilə bilər. Burada doğru cavab, burası isə yanlış cavab lazımdır bizə. Eyni köklük cərgəsi əmələ gətirə bilər. Düzdür. Cümlə üzvü kimi işlənsə yalnız xəbər olacaq. Xəbərli şəkilçisi varsa yalnız xəbərdir. Ona görə bu doğrudur, yanlış. Bura yazıla bilməz. D-ni götürmürük. Əvvəlində A-gün tərəfindən subyekti bərpa edilsə, yenə də məhcur növdə olacaqdır. A-gün tərəfindən düzəldilənlərdir. Bəli, yenə də məhcur növdə olacaq. Bu fikir doğrudur. Tərkibindəki şəkildən yalnız 3-ü sözün quruluşunu dəyişmişdir. Yalnız biri dəyişibdir. 3-ü yox. Yəni, neçə dənə leksik şəkilçi olsa da yalnız biri dəyişir. Ona görə bu da səhvdir. Burada doğru cavab həm H, həm E variantıdır. 27 ilə davam edirik. Nuray danışdıqca həvəslənir, dinləyicilərin gözlərinə baxa-baxa Gəncənin tarixi haqqında maraqlı məlumatlar çatdırırdı cümləsindən təhlil ilə bağlı yanlış olanı müəyyən etməliyik, yanlış olanı seçməliyik. Baxaq. İsimlərdən 4-ünün cümlə üzrün ifadə vasitəsi olmadığını əminlə demək olar.
deməli Nuray danışdıqca həvəslənir. Dinləyicilərin gözlərinə baxa-baxa üçü də cümlə üzvü ifadə vasitəsidir. Deməli cümlələr isimlərdən 4-ünü deyir bizə. Baxa-baxa isim deyir. Dinləyici və gözlərinə, bir də Gəncənin tarixi. Bir doğrudur. 4 dənə söz tərkibin daxilində təhlil olduğu üçün müstəqil cümlə üzvü deyil. 2-yə baxırıq. Cümlədəki sözlərdən biri cümlədən kənarda müxtəlif qrammatik formalarda düşünmək olar. Elə bir söz yoxdur, 2 yanlışdır. Cümlədəki bütün fe'llər məlum növdədir. Quruluşca mürəkkəb olan da var. Cümlədəki fe'llər hamısı həvəslənir, məlum növdədir, danışdıqca məlumdur. Çatdırılıdır, məlumdur. Burada baxa-baxa deməli mürəkkəbdir, həm də məlum növdədir. Ona görə 3 doğrudur götürə bilmərik. Fərqləndirilən fe'l kökü isimlə amonim olan, düzəltmə məlum növdə olan fe'ldir. Çatdırıldı sözün kökü çatdı. O da çatdırır, deməli məlum növdədir və kökü də çat ismi ilə amonimdir. 4 də doğrudur. Sözlərdən üçündə mənsubiyyət şəkilçi işlənmişdir. Nuray danışıqca həvəslənir, dinləyicilərin gözləri. 1, baxa-baxa Gəncənin tarixi 2 dənə söz olduğu üçün 5 yanlışdır. 2-5 A variantı testinin doğru cavabıdır. Cümlələrdəki saylarla bağlı ortaq fikri müəyyən edin. Bu işdə çoxları xəbərsiz. Dünən 90-cı illərin filmlərini izləyirdim. Cümlə üzvünün ifadə vasitəsidir. 90-cı illərdə 90-cı cümlə üzvünün ifadə vasitəsi deyil. Müstəqil cümlə üzvü deyil. Konkret miqdar və sıra bildirmir. B bəndi doğrudur. Konkret miqdar bildirmir, qeyri-müəyyən miqdar sayıdır çoxları. 90-cı illərdə də burada sıra sayı olsa da qeyri-müəyyənlik bildirir. Ona görə konkret miqdar və ya sıra bildirmir. B doğrudur. Aid olduğu məna qrupu quruluşca sadə ola bilər. Bu sıra sayına aid ola bilməz. Çünki o quruluşca ya düzəltmə ya mürəkkəb olur. İsim xüsusiyyətini daşıyır. 90-cı sözü daşımır. Numerativ sözlə işlənə bilər. Deməli, işlənə bilməz çoxları və 90-cı E-də yanlışdır. Bütün hallarda B bəndi testinin doğru cavabıdır. Qopardı sözünə vurğunun sonda olması dəqiqdirsə, qopardı bu formadadır. Bu sözlə bağlı hansı fikir söyləmək olar? Gələcək zamanda işlənmiş, xəbər şəklində olan fe'ldir. Gələcək zamanda işlənmiş, xeyr, bu indi keçmiş zamanda işlənibdir. Keçmiş zamanda işlənmiş sadə fe'ldir. Sadə deyil, düzəltmədir. İnkar şəkilçi yalnız D şəkilçisinə öncə artırıla bilər. Bəli, qoparmadı. Burada D qrammatik olduğu üçün, R da leksik olduğu üçün inkar da leksikdən sonra qrammatikdən əvvəl artırılır. Ona görə C bəndi doğrudur. İnkar şəkilçisi sözdə müxtəlif mövqelərdə düşünə bilər. Xeyr, vurğu burada dəqiq olduğu üçün müxtəlif mövqelərdə düşünmür. Xəbər şəklinə işlənmiş, gələcək zamanda olan düzəltmə fe'ldir. Gələcək zamanda deyil, E variantı yanlışdır. 30-cu testə baxırıq. Müdir müavini səhlənkarlığa görə cərimələrdir cümləsində. Bunu 2 cür düşünə bilərik. Cərimələrdə kim müdir, kimi deməli müavini. Bir də belə düşünə bilərik. Müdir müavini səhlənkarlığına görə cərimələrdir. Kimsə müdir müavini. Kim müdir müavini? Dörtlükdə götürə bilərik. Tünd qara rənglə 2 söz sifətdən düzəlib 2 leksik şəkilçili sözdür. Səhlənkardır sözün kökü. Burada bir leksik şəkilçi var. Səhlən sözü yoxdur. 1 yanlışdır. Altına xətt çəkilmiş sözə N şəkilçisi qoşulduqda sözlərdən ikisini hal baxımından dəqiqləşdirmək olar. Müdir müavini səhlənkarlığına görə cərimələndi. Cərimələndi ki, müdir müavini. Burada müdir qeyri-müəyyən yəlik, müavini də təsirli halda olacaqdır. N-nın artırında dəqiq olacaqdır. Amma indiki halda müdir müavinini bu indiki halda cümləni artırmadan həm müdiri adlı halda, həm də qeyri-müəyyən yəlik halda düşünə bilərik. 3-ə baxırıq. Sözlərdən yalnız ikisinin işləndiyi halı dəqiqlə söyləmək mümkündür. Deməli, səhlənkarlığına bir dənə sözü dəqiq şəkildə deyə bilirik. Ona görə 3 yanlışdır, yanlışın altında doğrudur. İlk söz nə sualına cavab verən yəlik halda isim kimi düşünmək olar. Bəli, qeyri-müəyyən yəlik halda isim kimi düşünmək olar. 4-də doğru olduğu üçün yanlışın altına götürə bilmərik. 2-3 B bəndi testin doğru cavabıdır. Dostlar, bu morfoloji təhlilə aid test izahı idi. Növbəti izahda bunun davamını deməli çəkəcəyik. Növbəti izahda görüşək. Salamat qalın.